Salam millət, hər vaxtınız xeyir olsun, hər birini salamlayıram dostlar. Bugünlər maraqlı bir videomuz olacaq. Çünki yeni başlayan dostlarımız var, hansı ki bizə yazırlar və bizdən xahiş eləyirlər ki, müəllim, təzə başlayanlar üçün hansısa bir yeni metodlar göstər, hardan başlaya bilərik, necə başlaya bilərik və hansısa bir bazıvı heç olmasa yeniliklərdən bizi xəbərdar elə. Uşaqlar, bugünkü videoda mən demək olar ki, təlim çəkəcəm. Ona görə videonu sona qədər izləmək lazımdır və kanala abunə olmamışıqsa abunə olmaq və zınqrov basmaq lazımdır ki, burada video paylaşılan kimi sənin xəbərin olsun və sən keçid alasan. Bütün rəsmi linkləri aşağıda saxlamışam. Uşaqlar, indi isə biz keçək monitora, görək bu günləri nə edə bilirik. Deməli uşaqlar, keçdik biz monitora. İlk öncə biz nə etməliyik? Uşaqlar, baxın. İlk öncə keçirik biz monitora və bizdə burada yuxarıda balans var. Siz depozit etdikdən sonra burada depozit etmə bölməsi var, çıxarma bölməsi var. Uşaqlar, 26-cı ildir. Bunu artıq bilməyən yoxdur. Çünki kriptovalutalarda yəqin ki bu video qabağına çıxıbsa, sən ən azından bu mövzu ilə maraqlanmısan və yaxud da ki buna oxşar bir mövzularla maraqlanmısan ki, bu sənin qarşına çıxıb. Yəni depozit eləmək elə də çətin deyil. Əgər bir çətinliyin olsa, Instagramda yazırsan və köməklik eləyərik sənə, heç bir problemi yoxdur. Sizdən çox mesaj alıram. Müəllim, videolar nə oldu? Uşaqlar, videolar gələcək əgər siz dəstək olsaz. Ona görə videoda dəstək lazımdır uşaqlar. Mən də bilim ki, sizin marağınız var. Siz ümumiyyətlə bu işlə məşğul olmaq istəyirsiniz və yaxud da ki istəmirsiniz. Siqnal istəyirsiniz, yoxsa istəmirsiniz. Uşaqlar, bildirməlisiniz. Mən görüm ki, sizdə hansısa bir həvəs var və mən də bunu ciddiyə alım. Çünki mən uşaqlar rahat bir şəkildə həftədə bir dəfə, 2 dəfə əməliyyat açaram, açmaram. Yəni mənim üçün o qədər də bu dəqiqə lazım olan bir şey deyil deyə mən buna rahat yanaşıram uşaqlar və burada olan uğurların ilk sirlərindən biri ümumiyyətlə bazara, yəni tək binary-yə deyil, o birisi bazarlara da aiddir. Əgər sizin artıq özünüzə yetəcək qədər vəsaitiniz varsa və siz rahatsınızsa və bura elədiyiniz bu, məsəl üçün, $15.000 sizin üçün rahatdırsa, yəni burada qalanda beyniniz başqa cür işləyir uşaqlar. Beyniniz başqa cür işləyir və siz tam başqa cür fikirləşə bilirsiniz. İstənilən bir yerdə belədir. Fərqi yoxdur, Forex, Futures, nə bilim, stock, o, bu, nə bilim, spot. Heç bir fərqi yoxdur, mövzu eynidir. Stresə düşürsünüz, nə vaxt ki, bura sonuncu pulunuzu qoyursunuz. Görürsünüz, mən sizə həmişə deyirəm ki, borc, xərc, kredit olmaz. Nəyə görə? Beyniniz işləməyəcək. Burada hansısa bir başqa bir şey yoxdur uşaqlar. Sadəcə beynimiz işləmir. Aydın olurmu sizə? Biz başqa yerdə oluruq. Ona görə özünüzün olmalıdır və bura depozit eləməlisiniz. Öz pulunuzla. Əgər depozit eləyəcəksinizsə, promokod da saxlayacağım uşaqlar. Promokodla depozit eləyin ki, sizin depozitinizin üstünə faizdə gəlsin, yəni 30%, 50%, 100% baxır eləyəcəyiniz depozitə. Və uşaqlar, depozit sizin üçün rahat məbləğ olmalıdır. Fərqi yoxdur. Sizdə $100-dır, $50-dır. Deməyin ki, $50 az puldur. Yəni uşaqlar, $50 az pul deyil. $50 bizim bu dəqiqə məzənnə ilə 85 azayın eləyir və bu az pul deyil. Bununla siz həftəlik bazarlıq eləyə bilərsiniz. Yəni siz burada qazananda da $50, $100 buna illüziya ilə kiçik məbləğ kimi baxmayın. Çünki siz $100 çıxartsaz, sizin 170 manat pulunuz olacaq və siz həmən 170 manatla 2 həftənin bazarlığını eləyə bilərsiniz. Mən sizə elementar bir şey deyirəm ki, yəni buradan pul çıxartmağı da bacarmaq lazımdır. Bu çox önəmli faktorlardan biridir. Çünki siz özünüzü buna fokuslanmasaz, yəni mən buradan pul çıxardıram, siz qaldıra-qaldıra gedəcəksiniz, elə də kəlləməyəllah gələcəksiniz. Çünki siz qazanmağı yox, burada itirməyi fikirləşirsiniz. İlk öncə bu psixologiyaya siz sahib olmalısınız. Ondan sonra fərqi yoxdur siz hardasınız. Hər yerdə rahat olduqdan sonra beyin tam olaraq fərqli işləyir. Bu bizdə psixoloji tərəfdir. Yəni bunu özünüzdə qeyd eləyin. Yəni siz rahat bir şəkildə bura gəlməlisiniz. Deyək ki, siz depozit eləmisiniz və məbləğiniz var. Belə bir terminalımız var. Burada bizə lazım olan şeylər nədir? İlk öncə biz terminaldan baş çıxartmalıyıq. Demo hesab onun üçündür. Baxın, burada sizə $10.000 demo hesab verir və siz bu hesabı öz öyrənməniz üçün sərf edə bilərsiniz.
burada sizə verir. Dollar hesabı, yəni görürsünüz, dollar hesabında da var və USDT hesabı. Bunu deyə bilərsiniz ki, İsmail bəy, niyə 2 yerə bölmüsən? Uşaqlar, heç vaxtı yumurtaları bir yeşikdə saxlamırıq. Onları bölürük, çünki USDT kriptovalutadır. Ola bilər ki, birdən nə bilim, əl qoyuldu. USDT-də neçə dəfə olub elə bir şey. Və mən onu deyək nəqləşdirə bilmədim. Yəni çəkə bilmədim. Necə olmalıdır? Mənim burada dollar hesabım var və mən bu dollar hesabı ilə bunu nəqləşdirə bilərəm. Bu demo hesaba gəldikdə bu sizin öyrənməniz üçündür. İlk öncə siz demo ilə öyrənirsiniz ümumiyyətlə bu nədir və bu platformada nələr var. Bunları bildikdən sonra sizə burada 2 dənə belə bir düyməcik verilir. Bu düyməcik proqnozu göstərir. Biri yuxarı, biri aşağı. Long və yaxud da ki short. Və burada sizə vaxt təyin eləmək üçün pəncərə verir. Biz sadəcə bu dəqiqə burada binary təlimidir, yəni bunu göstərirəm mən sizə. Ona görə mən sizə burada, məsəl üçün burada Forex də var. Bunu hələ ki izah eləmirəm. Əgər altda istəsəz, bu barədə də çəkərəm. Burada Forex bölməsi də var. Yəni burada Forex necə işləyir? Biz sadəcə terminalı göstərirəm sənə. Terminalda necə işləmək lazımdır və təlimlər paylaşacağam bundan sonra, daha çox məlumat yığasan deyə. Bu terminalda burada belə bir valutalar var. Bax, bu terminalı açanda səndə fixed timed yazılır bura və bu fixed timed bölməsində çoxlu valutalar var. Hal-hazırda ora keçəcəyik. Sadəcə mən sənə qısa burada olanları göstərim. Sonra bizdə burada balansı göstərdim mən sənə. Platöj, burada depozit çıxarış bölmələridir. Burada bizdə belə bir pəncərə var. Biz bura öz məbləğimizi yazırıq və həmən məbləğ dəyərində bizdə əməliyyat açılacaq. Məsəl üçün biz əgər 50 dollar dəyərində əməliyyat açmaq istəyiriksə bura 50 yazırıq. 50 yazdıqdan sonra aşağı gəlirik. Bizim burada belə bir bölməmiz var və burada 3 dənə time frame yeri var. Tez bazar əməliyyatlar açmaq üçün mən bundan istifadə eləmirəm. Məndə 5 saniyəli, 15 saniyəli, 30 saniyəli, 45 saniyəli heç bir əməliyyat yoxdur. Uşaqlar, spesifik yanaşmayın. Bunu da istəyənlər var və bu ilə də məşğul olan insanlar var. Bilsiz necədir? Biraz böyük baxın dünyaya. Baxın, timing var. Burada biz öz binary əməliyyatlarımızı açanda həmən bu time frame-lərdən istifadə edirik. Məsəl üçün burada 1 dəqiqə var, 2 dəqiqə var, 10 dəqiqə, 15 dəqiqə indi burada hazırdır. Burada siz istəsəz əlinizlə sadəcə baxın, belə şəkildə plusun üstünə basaraq neçə dəqiqə istəyirsiniz özünüz seçə bilirsiniz. Aydın olurmu sizə? Sonra burada bir dənə belə bir saat da var. Siz saatla əməliyyat aça bilirsiniz. Məsələn, filan saatdan filan saata qədər. Bundan mən o qədər istifadə eləmirəm, çünki bu saatlıq, məsəl üçün bir şamlıq əməliyyatlar açanda kömək ola bilərsə, məsəl üçün qoyursunuz ki 17:00-dan məsəl üçün 18:00-a olan şamda aşağı əməliyyat deyək. Aşağı gedəcək, yəni belə düşünürsüz və proqnoz edirsiniz, açırsınız əməliyyatı. Bu onun üçündür uşaqlar. Bu ilə çox özünüzü yormayın. Əgər maraqlıdırsa, yorun. Niyə ki, əgər işləyə biləcəksinizsə, mən bundan istifadə edirəm. Vəssalam. Burada sizdə belə bir pəncərə var, görürsünüz 76 dənə məndə əməliyyat yığılıb bura. Bunlar nədir? Bunlar sizə bonuslardır, hansı ki risksiz əməliyyatlar aça bilərsiniz. Məsəl üçün məndə 2 dənə 50 dollarlıq əməliyyat var, sonra 30 dollarlıq var, 3 dənə əməliyyat. Sizdə bu olanda uşaqlar sizin üçün bu rəqəmlər, mən məsəl üçün biraz böyük rəqəmlərlə əməliyyat açıram deyə, bu mənə o qədər də lazım gəlmir deyə bura yığılır bunlar. Burada isə biz vaxtla əməliyyat aça bilərik. Məsəl üçün qiymətə gələndə açsın, məsəl üçün qiymət qoyursunuz, order qoymaqdır bu və faiz dərəcəsi qoyursunuz. Əgər məsəl üçün 70%-dən yuxarı olarsa bizdə əməliyyat açılacaq. 70%-dən aşağı olarsa əməliyyat o qiymətə çatanda açılmayacaq. Və yaxud da ki vaxt qoya bilərsiniz. Filan vaxta çatanda əməliyyat açılsın, yuxarı və yaxud da ki aşağı. Misal üçün burada deyək ki qiymət 77-200 deyək, göstərim mən sizə, deyək ki order qoymaq istəyirəm 77-200-ə və 70% və istəyirəm ki ora çatanda məndə short əməliyyat açılsın, məsəl üçün aşağı əməliyyat açılsın. Qiymət gedib ora çatanda mən hansısa bir öz işimlə məşğul olsam və yaxud da ki bura baxmağa vaxtım olmasa əməliyyat özü açılacaq və özü də bağlanacaq. Mən orada neçə dəqiqə seçmişəmsə, baxın burada dəqiqəni seçirsiniz, neçə saat seçmişəmsə və yaxud da ki
uşaqlar. Yəni belə rahat bir şəkildə həll olunan bir şeylərdir. Burada bizdə saniyələr var. Məsəl üçün buradan siz keçid alaraq dəqiqəlik time frame seçə bilərsiniz. Məsəl üçün dəqiqəlikdə baxa bilərsiniz həmin bu qrafiklərə və yaxud da ki keçə bilərsiniz. 2 dəqiqəlikdə baxa bilərsiniz. Bu 2 dəqiqəlik, 1 dəqiqəlik, 3 dəqiqəlik, 5 dəqiqəlik nə deməkdir? Bu o deməkdir ki, burada olan hər bir şamın müddəti 5 dəqiqədir. Vəsə. Burada olan şamın müddəti 5 dəqiqədir və biz burada açdığımız əməliyyat bir şam müddətində olacaq. Məsəl üçün 5 dəqiqə bizə gəl əməliyyat açırıqsa, həmin bu şam. Baxın, bu da önəmlidir. Məsəl üçün siz deyək ki, 5 dəqiqəlik time framelərdə işləyirsiniz və 5 dəqiqə əməliyyat açırsınız. Deyək ki, siz tək şamla trade edirsiniz, düzdürmü? FVG-lərlə və yaxud da ki, order bloklarla, tək şamla da düşünürsünüz ki, məsəl üçün həmin bu 5 dəqiqə ərzində, допустим, kimsə analiz eləyir 1 saatlıqda, deyək ki, bu 1 saatlıq deyək şam qayıdacaq. Siz sadəcə onu daha mikro vəziyyətdə görürsünüz və bunu 5 dəqiqəlikdə eləməyə çalışırsınız. Çox təhlükəlidir, çünki qiymət çox yaxındır. Yəni balaca time framelərdə trade eləyəndə ümumiyyətlə qiymət yaxında bağlana bilir. Amma yenə də deyirəm, bütün şamlar fraktaldır və şamlarda analiz hamısı fraktaldır. Sadəcə balaca time framelərdə daha çox səs-küy var və burada daha çox hərəkət var. Yəni ona görə. Böyük time framelərdən istifadə eləmək daha məqsədə uyğundur. Məsəl üçün burada biz görürük ki, 5 dəqiqə və bu şamın bir dənəsi 5 dəqiqə çəkib. Aydın olurmu? Yəni 5 dəqiqə çəkib həmən bu şamın bir dənəsi. Və burada məsəl üçün biz əgər 1 saatlıq qoysaq, biz görürük ki, burada 1 saat ərzində qiymət aşağı gedir. 1 saat deyil, biz görürük ki, 26 dəqiqə 0,1 saniyədir ki, bu şam hal-hazırda açıqdır və bunun hələ vaxtına var. Saat qutarana kimi bunun vaxtına var və bu şam bu saat ərzində davam edəcək. Ona görə buradan məsəl üçün siz əməliyyat aça bilirsiniz və yararlana bilirsiniz. Sadəcə baxır sizin strategiyanıza. İndi növbəti videolarda mən strategiyalarda sizə göstərəcəm. Bugünkü videomuz hal-hazırda yeni başlayan dostlarımız üçün də hansı ki, ümumiyyətlə ilk öncədən bilsinlər burada nə var, nə yox. Bəli, bu dəqiqə sənə çətin gələ bilər, amma sənə deyim ki, az-az baxdıqca sən də öyrənə biləcəksən. Burada sahələrimiz var, burada baxın, keçək bura. Məsəl üçün, burada gözəl bir alət var. Hansı ki, biz bu alətlə burada öz əməliyyatlarımızı analiz edə bilərik. Məsəl üçün, indikatorlar bölməsi var. Siz burada indikatorlardan istifadə edə bilərsiniz, yararlana bilərsiniz. Mən çox indikatorlardan istifadə eləmədiyim üçün tam sizə bu barədə məlumat verə bilməyəcəm, amma ossilyatorlardan istifadə edə bilərik, hansı ki, RSI və stoxastik göstəriciləridir. Bu da uşaqlar. Bu o demək deyil ki, məsəl üçün, bizdə RSI-da yuxarı dəydi, aşağı gəldi. İndi düz təzə başlayan dostlarımız heç onu bilmirlər nədir, amma mən bunların hamısı haqqında xırda videolar çəkəcəm və sizə göstərəcəm. Baxın, o demək deyil ki, RSI getdi 80-lərə dəydi, 70-lərə dəydi, oradan o saat mən aşağı əməliyyat açmalıyam. Bu elə işləmir. Bu tam olaraq bizdə texniki analizlə və müəyyən faktorlarla bilinməlidir. Yəni burada ağıllı pullar var və bu bazar strukturla hərəkət edir. Yəni burada strukturları bilmək lazımdır. Bunları da növbəti təlimlərimizdə mən sizə göstərəcəm. Baxın, burada bizdə ossilyatorları dedim mən sizə. Yəni özüm arada yararlandığım, həmişə yox, çünki həmişə ona ehtiyac olmur. Sonra burada belə bir sahə var, şəkil çəkmək, risovaniya yazılıb bura. Burada horizontal xətt var. Məsəl üçün biz bu xətti götürərək özümüz üçün hansısa bir sahəni məsəl üçün qeyd eləyə bilərik ki, burada belə bir sahə var, burada belə bir struktur əmələ gəlib və biz buradan nə gözləyirik? Məsəl üçün qeydlərimizi aparırıq, yazırıq və təhlillər edirik. Məsəl üçün görürsünüzmü? Burada siz bunu mexaniki olaraq da yaza bilərsiniz və qeyd eləyə bilərsiniz. Falan qiymətə çatanda biləsiz və öz qeydlərinizi aparasınız, əməliyyatlarınızı açasınız. Yəni bura çatanda bilirsiniz necədir uşaqlar? Bura illüziyadır. Burada hərəkət dəyişəndə sizin ilk öncə gördüyünüz sonra görünmür. Ona görə siz ilk öncədən belə analizlərinizi apardıqda özünüzü göstərdikdə siz bunu sonradan rahat bir şəkildə görə bilirsiniz. Üstündə qeydlər də eləyə bilərsiniz. Sonra vertikal hərəkət var. Vertikal hərəkət bizə, məsəl üçün, günü təyin etmək üçün yaxşı olar. Məsəl üçün, götürə bilərik biz vertikal, götürdük biz vertikal xəttimizi. Deyək ki, bizim günümüz hardan başlayıb? Baxaq. Buradan bizim bu günümüz başlayıb və bu gün buradan bu tərəfə gedir. Aydın olunmu sizə? Görürsünüz, bunun üçün bizə lazımdır. Aha, bu günləri bizim bazar necə açılıb, hara hərəkət edib, New York sessiyasında nə baş verib və yaxud da ki, Asiya açılanda hansı tərəfə hərəkət edib və bunları görmək üçün bizə görürsünüz, burada Asiya qiyməti götürüb yuxarı aparıb. Yəni belə bir faktorlar var və bunları bilmək lazımdır.
siz bilməlisiniz ki, gün necə başlayıb və bu günləri hərəkət necədir. Məsəl üçün, biz burada əgər trade eləyiriksə, deyək ki, fərqi yoxdur. Binary deyil, başqa bazardayıq. Deyək ki, buradayıq və biz buradan hansısa bir short əməliyyat axtarmaq istəyirik və bu bizdə əmələ gəlməyəcək, çünki biz ancaq bütün balansımızı burada itirəcəyik. Aydın olurmu? Çünki bütün demək olar gün ərzində bizdə burada long hərəkət olub. Aydın olurmu? Yəni burada biz short aça bilməzdik. Burada faktorlar var, hansı ki, açarlar var. Bunların hamısı haqqında xırda-xırda danışacağıq, göstərəcəyik və bilgi verəcəyik sizə. Baxın, bu xətt bunun üçündür. Sonra bizdə var trend xətti. Trend xəttini biz yüngül bir şəkildə çəkə bilərik. Məsəl üçün görürsünüz. Biz görürük ki, bizim trendimiz bu xətt üzrə hərəkət edir. Yenə dediyim sizə, trend xətti tək analiz deyil, yəni tək trend xətti ilə trade eləmək olmaz. Üstəlik hansısa strukturlar olmalıdır və hansısa bir təsdiqlər olmalıdır. Mən sadəcə sizə burada göstərirəm ki, bu ilə biz trend xəttimizi çəkə bilərik və bundan yararlana bilərik. Məsəl üçün, trendovə liniya birində məsəl üçün aşağıdan belə çəkə bilərəm və görə bilərəm ki, qiymət hansı diapazon üzərində hərəkət edir. Aydın olurmu sizə? Sonra bizdə urovni Fibonacci var. Məsəl üçün, Fibonacci sahələrimizi biz qeyd edə bilərik deyə yuxarıdan aşağı bizdə hərəkət olub və biz bunun arasında öz analizimizi aparırıq. Məsəl üçün, qiymətin korreksiyasından keçidlər eləyə bilərik və bundan yararlana bilərik. Çünki Fibonacci qanunları hər yerdə işləyir və burada da öz əksini tapır. Bunlar haqqında tək-tək mən sizə bilgilər verəcəm uşaqlar. Ona görə abunə olmaq lazımdır və videoları izləmək lazımdır. Həmən bu broker sizə çox maraqlıdırsa, aşağıda saxlamışam. Bütün rəsmiliklər aşağıda. Hansı suallarınız varsa birbaşa Instagrama yazırsınız və məlumat alırsınız uşaqlar. Primogolik bizdə FVG zonalarını tapmaq üçün lazım olur. Məsəl üçün, belə bir aralığı götürmək üçün lazım olur. Yəni biz bilirik ki, bu diapazon içində bizim hərəkətimiz var və bu diapazon içində, məsəl üçün, bu diapazon qırıldıqdan sonra və yaxud da ki, bu diapazonda boss və yaxud da ki, çot yarandıqdan sonra biz hansı qərarlar qəbul edəcəyik, ondan sonra hansı əməliyyatları açacağıq. Burada biz bunu özümüz üçün qeyd edirik və gözləyirik. Yəni diapazonun içində məsəl üçün əməliyyat açmırıq. Diapazondan çıxanda hansısa bir struktur pozuntusunda biz artıq hansısa bir əməliyyatlar axtarmağa çalışırıq. Bu bunun üçün bizə lazım olur və diapazonları görmək bununla çox rahat olur. Məsəl üçün, belə bir diapazonu mən görə bilərəm və görə bilərəm ki, bu diapazonun içində hal-hazırda bizim qiymətimiz hərəkət edir və hal-hazırda biz buradayıq. Yəni mən nəsə eləyirəmsə, bu diapazonun içində eləməliyəm. Yəni bu diapazondan çıxandan sonra vəziyyət dəyişəcək. Paralel kanal var. Bayaqları belə çəkdiyim kanalı mən birbaşa belə eləyə bilərəm. Görürsünüz, birbaşa çəkə bilərsiniz və yenə də bayaq dediyim söhbətdir. Yəni təzə strategiyalar var burada. Cürbəcür strategiyalar var. Baxa bilərsiniz, araşdıra bilərsiniz. Yəni mən istifadə eləmirəm. Çünki uşaqlar nəyə görə istifadə eləmirəm? Çünki mən öz strategiyamı daha üstün tuturam və o ilə hərəkət eləyirəm. Yumurta gətirən toyuğu kəsməzlər. Əlbəttə ki, uşaqlar, gəlin bir şey də mən sizə göstərim və onunla bugün yekunlaşaq. Fikirlərinizi aşağıda yazarsınız və bilginizi verərsiniz. Baxın uşaqlar, bizdə burada gördünüzmü, bayaqları sizə video başlayanda göstərdim. Burada yuxarıda gördükləriniz, bunların hamısı belə silmək olur. Yəni bayaqları çəkdiklərimizdir. Bunları bir dənə göstərim sizə. Yəni bunları biz silə bilirik və burada bizə əgər valyuta istəsək, görürsünüzmü, valyutanı bura əlavə edə bilirik və onlara rahat bir şəkildə baxa bilirik. Əgər biz istəsək, məsəl üçün, burada izbrınlı var, seçilmişlər bölməsinə öz istədiyimiz valyutaları əlavə edə bilərik. Seçilmişlərə düşmək üçün burada sadəcə ulduzu basırıq və seçilmişlərə düşürük. Bir də sizə göstərirəm, əməliyyat necə açmaq olar. Məsəl üçün, siz burada deyək ki, seçirəm mən, bir dəqiqəlik əməliyyat açmaq istəyirəm, sadəcə göstərmək istəyirəm sizə. Burada bizə saatlıqdır, saatlığı mən keçirdirəm, deyək ki, 15 saniyəliyə. Çünki uşaqlar, mən əgər burada bir dəqiqəlik əməliyyat açmaq istəyirəmsə, mən balaca time frame-ə baxmalıyım. Bir dəqiqəlikdə 4 dənə 15 saniyəlik şam var uşaqlar. Həmən şama uyğun biz əməliyyat açırıq. Məsəl üçün, seçirik, deyək ki, yuxarı gedəcək bir dəqiqə ərzində və əməliyyatımızı açırıq və salam. Bizim əməliyyatımız açılıb və bu əməliyyat əgər xeyirlə bağlanarsa, bizdə burada gəlir olacaq. Bu gəlirimiz bizim qoldda açdıq, bəli, 91% olacaq uşaqlar və biz 91%-i götürüb nəqdləşdirəcəyik. Xeyr, uşaqlar, əlbəttə ki, həmən o gəlir bizim balansımızın üstünə gələcək. Gözləyirik və əməliyyatımızı götürürük uşaqlar. Bu barədə tam olaraq mən videolar çəkəcəm. Videolarımız var onsuz da. Keçid alıb baxa bilərsən. Videolarımız çoxdur və məlumatlana bilərsən. Növbəti videolar görmək üçün isə abunə ol, öz suallarını aşağıda yaz və gələn səfər videoda nə görmək istəyirsən, onu bizə bildir və kanalımıza abunə ol. Oldu, hamımıza uğur və nailiyyətlər və bolca keş. Növbəti videoda görüşərik.
Uğurlar. Kıstası 45 dollar qazandıq.